Quzların short teksti ilə davam edə bilərik. 5-ci short tekstdə məsələn Dear Kathleen veribdir. Demək yazılan məktub Kathleen ünvanlanıbdır. Yazansa Mary'dir. Çünki məktubun sonunda Love Mary yazılıbdır. First of all, thank you for the birthday card. Demək ki, Kathleen Mary'ə ad gününə görə açıqca göndəribdir və buna görə də Mary ona təşəkkür edir. Həm də onu ad gününə dəvət edir. Çünki burada yazıb ki, only a few of my best friends and close friends are invited və Kathleen də dəvət edir Mary öz ad gününə. Demək, burada düzgün cavabımız D bəndidir. Çünki burada yazıb ki, Mary thanks Kathleen for the wishes and invites her to the party. Burada yazılmışdı ki, thank you for the birthday card and birthday card with warm wishes. Baxın, burada olan cümlə eyni ilə buradakidir. Yəni, arzularına görə təşəkkür edir, onu təbrik etdiyinə görə təşəkkür edir və həm də onu ad gününə dəvət edir. Invites her. Düzgün cavabımız D bəndidir. 6-cı suala baxsaq, 6-cı sualda da yazılıb ki, yeni, sağlam, buy our new healthy sweets, yəni deyir ki, bizim yeni, sağlam şirniyyatımızı alın və onun tərkibində artıq daha az sugar, şəkər vardır. Burada isə düzgün cavab elə bu less sugar sözü ilə bağlıdır. Y bəndinə baxsaq yazıb ki, the new sweets don't contain much sugar. Yəni, much sugar çox şəkər, tərkibində çox şəkər yoxdur. Yeni şirniyyatın tərkibində az şəkər vardır. Düzgün cavabımız Y bəndidir. 7-yə baxsaq, 7-də də anasına və atasına Freyda tərəfindən yazılan bir məktubdur. Burada bildirir ki, onları I'll be with you again for a holiday, yəni növbəti tətildə və ya da bayramda sizinlə olacağam və burada bildirir ki, Londonda olan işindən həzz alır. My students are all very friendly və tələbələrinin yaxşı, mehriban olduqlarından bəhs edir və bildirir ki, bu 5-ci gün səhər tezdən Bazeldə olacaqdır, çatacaq Bazelə və bütün sualımızın cavabı buradadır. Can you meet me at the station? Məni deyir stansiyada, yəni qarşılaya bilərsiniz. Çünki niyə görə? Çünki burada luggage, yəni yüküm ağırdır. Çoxlu yüküm vardır bildirir. Düzgün cavab da elə burada C bəndidir. Freyda asks her parents to meet her at the station. Anasından və atasından, yəni valideynlərindən xahiş edir ki, onu stansiyada qarşılasınlar. Demək düzgün cavab burada C bəndidir.